بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Allah'ın lütfu inayetiyle Allah bu günləri biz Məhərrəm ayının 9-cu gecəsinə keçdik. İnşallah sabah Məhərrəm ayının 9-u Tasua günüdür. Birisi gün inşallah Aşura günüdür. Sabahları axşam Aşura gecəsidir. Aşura axşamıdır. Biz də bu günləri təxminən bir 15 dəqiqə gecikdik. Səbəb burada yaranan internet problemi idi. Elhamdülillah həll oldu. Yenə möminlərin xidmətinə çatdıq. Keçən dəfədən İmam Hüseyn əleyhissalamın demişdik bir şeiri qalıb. O şeiri inşallah oxuyuram. Əbu Səid Məqbəri deyir ki, nəql eləyir. Bu imam ki, Muhammed Hənəfinin sözləri danışdı. Gəldi, oradan təzədən məscidə hərəkət elədi. Və məscidə hərəkət edərkən bu zümzümə edirdi bu şeirin beytlərin, misraları. Və deyir, elə Əbu Səid deyir ki, mən elə bu şeirdən başa düşdüm ki, imam yolundan dönməz və imamın böyük bir hədəfləri var. Şiir bundan ibarətdir. La zərə'tus səvamə fi fələqis sub məğirən və la du'itu yezidən. La zərə'tus səvamə, yəni mənə qorxutmayın sizlər o sübhün sübhdan yeri sökülərkən havanın o qırmızılığı olan vaxt bərabərliyinə, yəni gecə-gündüz orada bərabərləşir elə bir. Onu ilə qorxutmayın. Və la du'itu yezidən. Şeirdə Yezid Müfarrəq adlı bir şəxsə aiddir. İmam onu şeiri nəql edir. Özünün şeiridir əl-zahir. Və məni də o Yezid Müfarrəq kimi çağırmayın. Yezid Müfarrəq o ki, nəql olunub bu şeirin şərhində mən gördüm. Yazırlar ki, Yezid Müfarrəq üçün fərqi yox idi, bərabər idi gecə ilə gündüz. Gecə ilə gündüz Yezid Müfarrəqin yanında bərabər idi. Şair onu görə bu qələmə alıb ki, məni qorxutmayın o sübhdanın sökülən vaxtı, o qızartıdakı vaxtda ki, gecə ilə gündüz orada birdir. Və bundan ötürü də məni Yezid çağırmayın. Yezid həmin o xəlifə Yezid diyor, həmin Yezid Müfarrəq kim idisə, o şairin nəzərində o olub. Şeirinə bu hissəsindən məlum olub da bu üçün vaxtdan da gedib 15 dəqiqə, 20 dəqiqə əvvəldən gecikmişik. Qısaca bunu deyim, məlum olur ki, imam buyurur ki, mənim üçün yaxçı ilə pis eyni ola bilməz. Yezid Müfarrəq ki, o kimdirsə onun yanında mümkündür gecə ilə gündüz, yaxçı ilə pis eyni olsun. Amma mənim yanımda eyni deyirlər. Üçün insanların əksəriyyəti o cürdür ki, deyirlər ki, bizə nə? Biz əslən özümüz xeyir olaq cəmiyyətdə, pis olurlar cəmiyyət olsun, yaxçı olurlar olsun, bizə nə? İmam buyurur, yox. Mən o cür deyirəm. Məni bu şeylə də qorxutmayın. Məni qorxutmayın da. Yəni, mən nə qorxuram? Məsələ məlum olur ki, Hüseynçidə qorxu sifəti olmaz. Yaxçı ilə isə eyni gözlə baxmaz. Deyir, yevmə u'ta müxafətəli mavti kəfən vəl-mənaya yersudənəni ən əhida. İmam deyir ki, buyurur şeirin bu hissəsində ki, elə ki
yəni ölüm qorxusu görə öləcəm deyə məni zillətə boyun əyməklə öz hədəflərimdən kənara heç vaxt çəkə bilməzsiniz. Belə bir şeylərlə də məni qorxutmaq deyilməz. Yəni Hüseyn məktəbində ölüm məsələsi sondur, mümkündür, ilk başlanğıc olsun. Tarixlərdə var ki, İmam əleyhissalam həmin gün Muhammed Hənəfiyyə qardaşına bir vəsiyyətnamə yazır. Və o vəsiyyətnaməni Allahın lütfü ilə bu günləri mən üzrdən oxuyacağam, qısaca şərhin deyəcəm. O da bundan ibarətdir ki, İmam bu cür vəsiyyətnaməsini yazır və Muhammed Hənəfiyyə göndərir. Bismillahirrahmanirrahim. Bu da məlumdur bu hissəsi. Hâzâ mâ avsâ bihil Hüseyn ibn Ali ilâ əxihi Muhammed ibn Hənəfiyyəti. Bu vəsiyyətdir ki, onu Hüseyn ibn Ali əleyhissalam öz qardaşı Muhammed Hənəfiyyə eləyir. Bu vəsiyyəti nədən ibarətdir? Hüseynçi xəttini İmam Hüseyn əleyhissalam getdiyi yolun xəttin sərhədlərini çizir. O nədir? Deyir, Ennəl Hüseynə yeşhədu ən la ilahə illallah. İmam Hüseyn əleyhissalam şəhadət verir ki, həqiqətdə Allahdan başqa bir pərəstiş olunan, bir ibadət olunan, bir sözü ilə oturub durulası bir şey, bir vücud yoxdur. Allahdan başqa, yəni o kəsə sözü ilə oturub durursan, elə bir varlıq yoxdur. İmam Hüseyn ağa birinci xətti cizdi. Yəni, mənim üçün hər şey aləmdə Allah. Biz gündə namazda deyərik bunu neçə dəfə, əzanda, iqamədə, hələ gün şəhadəteyni deyəndə deyirik bunları. Amma mənasına diqqət eləmirik. O, bir gün İmam Rəza əleyhissalatu vəssalam ki, o bayram namazına gedəndə, Qurban bayramı namazına, bəziləri istirlər odur. Ləbbeyk, Allahümmə ləbbeyk, la şərikə ləkə ləbbeyk, bu zikirlər deyib geçsinlər. Gürdülər imamdan səs çıxmır. Dedilər, ağa, sən xeyr ola demirsən, dedi bilirsiniz nə deyirsiniz? Elə rahat deyirsiniz, ləbbeyk, Allahümmə, demək asandır. Onu bir dərkini görün, nə deyirsiniz siz? Bunun içində nə mənasiyyədir? Ayə o cürdür ki, siz Allahın hər bir sözünü heç bir həlləm, qəlləm qoymadan qəbul edirsiniz. Qeydsiz, şərtsiz qəbul edirsiniz. Həqiqətən biz namazlarımızda, ibadətlərimizdə şəhadəteyni çox yürü gün ərzində. Aya bizlər də görsən, həqiqətən mənası dərk etmiş ki, Allahdan başqa heç bir şey, Allaha şərik yoxdur. Fəqət Allahın sözü. Hüseyn ağa deyir, mən heç nə eləmirəm ki. O ki, biz namaz qılırıq, ən az o namazda dediyimizi mən yaşayıram. Allahın hökmündən başqa mən istəmirəm başqa bir hökm icra olunsun. Kimdir ki, Allaha tay bərabər olsun? Yadınıza gəlir və oxumusunuz, görmüsünüz, eşitmişsiniz. Ziyarət-i varis. Ziyarət-i varis nədir? Peyğəmbərlərdən irs aparır İmam Hüseyn əleyhissalam. Bəhs onun üstündədir. Bütün peyğəmbərlər gəliblər Allah hökmünün yanında cəmiyyətdə qeyri bir hökmlərin icrasının qabağında dayanıblar. Həzrəti Musa əleyhissalatu vəssalam Fironun qabağında o neçə illər o qədər də əziyyət çəkdi. Bu Bəni İsrail də artıq onu saymadı. Ona baxmırdı ki, o Bəni İsrailin nicatı üçün gəlməmişdi ki. O gəlmişdi, Firon dedi ki, ənə rəbbükümül əla, ki, mənəm ən böyük Rəbb, idarəçi, onu sındırsın.
Qanun mənim qanunumdur, Allahın qanunudur, onu sındırsın. Bizim peyğəmbərlər bunun üçün gəlir. Bunu hamısı təhqir olunub, hamısı zülümlər olunub. İmam Hüseyin əleyhissalam da başqa bir şey eləmirdi ki. Eynən peyğəmbərlərin getirdiyi məbdanı getirmişdi və ona görə də İmam Hüseyin ağanın qabağında səhv çəkirdi. Həmişə fikir versəz, peyğəmbərlər, tərəfdarlar çox azlıq təşkil edirlər tarixdə. Həzrəti Adəmə var, Həzrəti Nuh'a var, Həzrəti Musaya, Həzrəti İbrahimə, Həzrəti İsa'ya, Yusufə, ilaxə. Həmişə düşmən çox olub. Düşmən çox olub. Burada da bu cürdür. Xob, İmam Hüseyin ağa buyurur ki, mənim qiyamımın məqsədi bu demək deyir ki, o bəzilər deyirlər ki, nə ərəbdə döyüşüblər, stol üstündə, post üstündə. Xob, siz də burada məsələn onlar sündür bəzi asarı. Xeyr. Biz İmam Hüseyin əleyhissalamı əgər əzə saxlayırıq, İmam Hüseyin əleyhissalamın ideyalarının, İmam Hüseyin əleyhissalamın fikirlərinin, İmam Hüseyin əleyhissalamın çağırışlarının, istəklərini dünyaya çatdırmaq. Məqsədimiz budur. O da nədir? İmam Hüseyin ağa nə istəyirdi? İmam Hüseyin ağa istəyirdi ki, aləmdə biz istəsəydik, istəməsəydik, geç tez olacaq inşallah İmam Zaman ağa zuhuru ilə. Allahın hökmləri icra olursa, ondan başqa hökmlər. Biz müsəlmanıq deyirik ki, Allah səndən başqa Allah yoxdur. Elə biz müsəlman ölkələrinə elə diqqət etsək, Allahın hökmündən başqa hökmlər icra olunur. Allah deyir, şərab haramdır, toylarımızın əksəriyyəti şərablandır. Allah deyir, məhrəm, naməhrəm söhbətinə fikir verin. Məhrəm, naməhrəm istozunu itirib toylarından bəzilərində. Bəzən kişilər fəxr edir ki, arvadları nə başqa kişilər oynayır. O hansı İslam mədəniyyətində, hansı hökmdə gəlib. Amma bir şey olanda biz Allaha qəbul eləmişik, biz Allaha qurban olaq. O da bu sözlərdən deyirik ki, İmam Hüseyin əleyhissalatu vəssalam buyurur ki, mən şəhadət verirəm, şəhadət verməyin mənası nədir? Mən əslən Allahdan başqasını görmürəm bu aləmdə. Şuhud, mənası budur, mən Allahdan başqasını görmürəm. Və onun hökmlərində heç kəsin də hökmünü görmürəm. Fəqət Allah. Əgər Muaviyyənin qabağında sakit demişdim, Allahın məsəl üçün ona söz vermişdik, sakit deyənə sakit demişdim. Və elə əhdimiz vardı. Allah da bizə deyir ki, əhdlərimizə vəfalıyım. Amma Yezidlə bu əhdim yoxdur, qutardı iş. Vəhdəhu la şərikə ləh. O Allahlıq məqamında, Allahlıq məqamı nədir? Fəqət insan yaradır. Allahın məqamı budur ki, insanları yaradır, insanları yaşadır. Xob, onun insanları necə yaşadır? Təkcə oksigen verməklə. Bir, budur ki, bəli, oksigen verir. Bir də budur ki, insanın həyat oksigeni, yaşayış qanunların buna verir. Baxın, diqqət edin, İmam onu deyir. Və buyurur, və ənnə Muhammədən abduhu və rasuluhu. Ki, Hazreti Muhammed sallallahu aleyhi və səlləm deyir, məni ilk olaraq Allahın bəndəsidir. Bəndə, yəni qulu, bəndənin, qulun, əbdin mənası nədir? Yəni Allahın sözünü heç bir bəhanə getirmədən, heç bir şərt, qeyd getirmədən qəbul eləyib bir şəxsdir. Ondan sonra və Rəsulu. Belə bir şəxs olandan sonra Allah bunu Rəsul eləyib ümmətə. Câə bil haqq min indih. Allah tərəfindən, Allah yanından haqq olaraq gəlib. Yəni ilahi bir şəxsdir, elə belə bir şəxs öz seçki nəzadla qəbul olunub, seçilən bir şəxsdir, xeyr. Allah bunu göndərib. Və özü də haqdır, getirdikləri də haqdır. İmam Hüseyin əleyhissalam burada dedikdə İmam Hüseyin xətti, öz xəttinin sərhədlərini deyir.
biz peyğəmbəri əgər qəbul etmişik özümüzə peyğəmbər, onun kimi olmalıyıq. Bu bir də bizim ülgüdür, örnəkdir. Birinci biz Allaha özümüz bəndə olmalıyıq, özümüzü düzəltməliyik, sonra cəmiyyətə rəsul olmalıyıq. Əbd olmasaq rəsulluğumuzun mənası yoxdur. Əbd olmasaq gərək Bəni İsraildə seçilən xəlifələrdən olaq. Gərək, başqa çarəsi yoxdur. Ki, cəmaata deyirik, siz bizi seçin. Amma gərək əbd olsaq, Allah bizi seçir, cəmiyyətə göndərir. Və ennəl cənnətə haqqun və nərə haqqun. Cənnət haqqdır. Allahın verdiyi əbədi bir həyat məkanı. Cəhənnəm də haqqdır. Bunlar nağıldır. Hüseyin əleyhissalatu və səlamın tərəfdarları bu şeylərə çox diqqətli olmalıdır. Bu şeyi diqqətli olan Hüseynçi ola bilər və elə yoxsa günah bataqlığında məhv ola bilər. Mən üçün vaxtı azdır deyə tez-tez üzərindən keçirəm və elə bu məktubun vəsiyyətnamənin özünü 2-3 məclisə ən azı belə demək olar. Və saətə atiyyətun la reybə fiyha. Saat, yəni təyin olunmuş vaxta deyərlər. Saat bizim bu saat yox. Çünki bu saata da bir saat deyirik ona görə ki, burada vaxtlar təyin olur. Məsələn, 12 dənə rəqəm var, 12 saat. Saat, yəni təyin olunmuş vaxta deyərlər. Ona görə bu saat İtlaq halında, mütləq qoyulanda qiyamət üçün işlədilir. Ki, məruf və məşhur da budur. Mümkündür, ölüm vaxtı üçün də işlənilsin. Hamımız öləcək. Həm qiyamət gələcək, onda da şək şübhə yoxdur. Həm o təyin olunmuş vaxt ki var, ölüm vaxtımız, o gələcək. Bunda da şək şübhə yoxdur. Bəzilən sual verirlər, niyə Allah Teala ölümün vaxtını bizə bildirmir? Cavab bundan ibarətdir ki, biz hələ bundan qorxaq, deyək ki, mümkündür, günahı eləyən anda öldüm, eləməyim bu günahı. Əgər fərzə budur, günah elədim, qəflətdə ola, tez tövbə elə mümkündür, bir saata öldüm, mümkündür, bir dəqiqədən sonra öldüm, bilmirəm axı. Amma bizlər dünyada əbədi olaraq yaşayır. Cənnət həqqdir, cəhənnəm həqqdir, o saat ki gələcək, onda şək şübhə yoxdur. Bunlara elə də çox günahkar adamın etiqadı olmur. Allah bizə əqidəli Hüseynçilərdən görə versin. Və ənəllaha yəbəəthü mən fil qubur. Qəbirlərdə olan hər bir kəsi Allah Teala qaldıracaq. Bunda da heç şək şübhə yoxdur. Yəni qiyamət. Hamı qalxacaq qiyamət səhnəsində. Hamı gedəcək Allahın məhkəməsinə. Bu biri məhkəmələrdə ola bilər dayda tapa bilərsən, ola bilər rüşvət verəsən. Ola bilər, o bizim bir sözlər var, cahilən elə bir atış gələsən, hakimi şərəf, bir onu aldadasən, fırladasan onu, özdə çaş-baş qala. Sən qutarasan ondan. Allahın məhkəməsində necə? Dayda keçərlidir orada. Pul keçərlidir, rüşvət keçərlidir. Allahı aldatmaq olacaq. Əslən. Bu məhkəmələrdə üzə dura bilərsən rahat. Bu məhkəmələrdə şər böhtan ata bilərsən rahat. O biri məhkəmədə necə? Allahın məhkəməsində belə bir şey olacaq. Deyirəm, vaxt azdır deyə üstündən keçirik tez-tez. Və inni ləm əxruc əşirən və batərən və la mufsidən və la zalimən. İmam Hüseyin əleyhissalam buyurur, mən Mədinədən çıxıram, cəmiyyətdə ixtişaş yaratmağa görə çıxmıram. Əgər bizlər zülmün əleyhinə çıxanda cəmiyyətdə ixtişaş yaratmaq o siyasətçilərin işidir. O siyasətçilərin işidir.
Deyir, yox, əgər cəmiyyətdə istəyiriksə bizlər ədalət bərqərar olsun, Allahın hökmləri bərqərar olsun, ixtişaş gedilməz. Mən ixtişaş yaratmaq üçün, mən çaxnaşma yaratmaq üçün cəmiyyətdə çıxmamışam, cəmiyyəti parçalayayım. Mənim tərəfdarlarım, ya Allah gəldi, sizə bir səltənətdə yer verəcəm. O birlər ki, hər kəsə mənə müxalifdir, onu zindanda sürütdürəcəm, öldürtdürəcəm, belə. Yox, belə şey. Mən fəsadı yaymaq üçün, mən günah cəmiyyəti düzəltmək üçün, mən zülm eləmək üçün millətə gəlməmişəm. Buna görə mən xuruc eləmirəm, buna görə mən qiyam eləmirəm. Ağa, sənə qurban olaq, qiyamın məqsədi nədir? Ya Allah, burada vəsiyyətnamanın bu hissəsində ona və innəmə xərəctu li tələbil islah fil ümmə cəddi sallallahu aleyhi və səlləm. Mən cəddim, babam Peyğəmbərin ümmətini islah eləmək üçün yalnız xuruc eləyirəm, qiyam eləyirəm. İstəyirəm, islah olsunlar, düzəlsinlər. İstəyirəm, Allah istəyən cəmiyyət, adlarını qoyublar Peyğəmbər ümməti, Peyğəmbərdən əsər-əlamət yoxdur. Məsələn, biz Azərbaycanda özümüzə deyirik, Peyğəmbər ümmətiyik biz. Peyğəmbər harada lütüryan gezməyi icazə verib ümmətinə, bu ümmət maşallah, onu Peyğəmbər qəbul edir özünə. Özü amma lütüryan gezir. Bu ümmətə ha vaxt şərabı həlal eləyib bu Peyğəmbər ki, adlı ümmət qoyub, amma stolların üstündə şərabdır. Bu ümmətə Peyğəmbər ha vaxt həlal eləyib, xalqın irsi namusuna baxmaq, naməhrəmi süzmək, baxmaq. Bu ümmət onu icra eləyir. Adlı qoyub, mən bu Peyğəmbərin ümmətiyəm. Baxın. Ad qoymuşuqsa, üstümüzdə ad varsa, yəni bizə kişinin ağzından söz çıxır. Riayət elə bilək, nə deyirik? Görürüm, bunları düzəltməyə gəlmişəm. Bunların adı qalır fəqət Peyğəmbər ümməti. Peyğəmbərdən bir nişanə də bunlarda qalmır. Fəqət Peyğəmbərin adı qalır. Biz Həzrəti Rəsulun ümmətiyik. İslah eləməyin məsələsi necədir? Necə islah eləyəcəksən? Necə düzəltəcəksən? Qurban olaq sənə, ya Əbu Abdillah. Uridu ən amura bil ma'ruf və ənha anil münkər. Mən Allahın buyurduğu vacibatları cəmiyyətdə əmr eləyəcəm ki, icra olunsun. Allahın buyurduğu əmrlər. Başqa əmr yox. Allahın qoyduğu qadağanlar fəqət cəmiyyətdə icra olunmasın. Bunu eləyəcəm. Və əsir bisirət cəddi və əbi Ali ibn Əbi Talib aleyhisselam. Mən istəyirəm Peyğəmbərin və atam Ali aleyhisselamların bu iki böyük şəxsiyyətin sünnətini, sirəsini, bunların həyat yaşama tərzini cəmiyyətdə dirildim təzədən. Cəmiyyəti bununla, bu mədəniyyətinə, bu həyat yaşama fəlsəfəsi, boş fəlsəfəyi deyil, vaqiyyəti olan bu həyat yaşama sirəsinə, bu mədəniyyətini cəmiyyəti yaşatdırım. Mənim işim budur. Diqqət eləyin, Peyğəmbər və Əli əleyhisselam ortadakı o 3 nəfər getdi. Fəmən qəbiləni bi qəbulil haqq. Hər kəs nəticə itibarilə mənim dediyim qəbul eləsə, yəni haqqı qəbul eləyib. Allahın dediyini qəbul edib. Mənası nədir? Mən Allahın dediyindən başqa bir şey cəmiyyətdə icra elətdirməyəcəm. Mən istəyirəm, cəmiyyət Allahın dediyini oturub dursunlar. Peyğəmbərlər bunun üçün gəliblər də.
Fallahu avla bil haqq. Allah Teala daha çox vilayəti var haqqa. Yəni ki, haqla olanlara, haqq əhlinə. Və mən rəddə aleyyə hâzâ asbiru hatta yaqdiyallah beyni və beynəl qavm və huvə xeyrul hakimin. Hər kəs məni sözümü qəbul eləməsə, rədd eləsə, yəni bu dediklərimi diqqət edin, burada İmam Hüseyn xətti qoyur artıq. Mənim bu dediklərimi həyatda icra eləməsə və bunu istəməsə, bu artıq da Hüseynçidir. İmam Hüseyin sənə qurban olun, Aşuradan sonra ya Allah, stolun üstündə şərab turqası, xalqın irsi namusuna söz atmaq, aləni lötürgən bayra çıxartmaq, halal haramı bir-birinə qatmaq, haramdan qazanıb, qazancını harama sərf eləmək və. Deyir, hər kəs də qəbul eləməsə, mən işimi görəcəm. Və İmam Hüseyin ağa səbrim burada mənası. Deyirəm, burada çox şeylər var, mən üstündə tez-tez keçirik bu dəfə. Çünki inşallah qismət olsa o biri ağanın kəlamlarında bu şeylərə yenə də işarələr olar. Biz orada inşallah üstündə deyənəm. Deyir, mən səbr eləyəcəm. Səbr nədir? Deyir, mən bunun üçün çıxmışam artıq. Hərəkətdəyəm. Səbri evdə oturub eləmirlər. Səbri iş görə eləyirlər. Evdə oturmara səbr olmur, olur sükut. Səbr hərəkətdə olur. İnsan evdə də otursa belə hərəkət eləməlidir. Haqqın cəmiyyətdə icra olunmasına, ədalətin cəmiyyətdə icra olunmasına. Deyir, ta Allah Teala məni ilə bu qovm arasında, yəni məni qəbul eləməyənlər arasında hökm eləsin ki, ən yaxşı hökm edən və xeyrə hökm edən odur. Və hâzihi vəsiyyəti iləykə ya əxi, bu mənim vəsiyyətimdir sənə, ey qardaşım. Və ma tevfiqi illa billah. Allahdan başqasından bir tevfiq, bir yardım olmur. Aleyhi təvəkkətu. Ona bağlanmışam. Belmi başqasına söykəmərəm. Fəqət Allaha və iləyhə unib və ona tərəf qaydırıq. İstəsək də, istəməsək də hamımız öləcək, ona tərəf qaydacaq. Elə özümüz öz xoşumuzla gedək. İmam əleyhisselamın vəsiyyətnaməsi bu idi. Vəsiyyətnaməsində buyurur, Hüseynçi olmaq 2 dənə şərt var. 1. Əqidəsi düzgün olsun. Əqidəni dedi bizə imam. Allah'tan başlayır, peyğəmbərdən başlayır, peyğəmbərin getirdiyi dindəki əqidə inancılardan. Bunu boş inanc olaraq yox, o inanc ki, onu süzülür əməlinə. Əmələ necə süzülür? Bismillah. İmam buyurur ki, cəmiyyətdə Allah'ın dediklərin icrası. Vəssalam. 3. Tüm əqidəm düzdür, əməlimdə düzdür. Bu yolda ki, məni qəbul eləsə nə yaxşı? Bu adamın öz xeyrinədir, nə mənim xeyrimə? Mənə savabı var, Allah buna görə nəsə verəcək, o ayrı bir şey. Bu həm də adamın öz xeyrinədir. Yəni İmam Hüseyin ağa bəzi siyasətbaz, partiya başçıları kimi odur. Qurum başçıları kimidir, təşkilat başçıları kimidir. Ha, bu mən tərəfimə çəkim, bundan nə xeyr umuram? Yox, məni qəbul elədi, Allaha qəbul eləyib, Allahın sözünə qəbul eləyib, mən kimi. Əsas olun, çünki mən ortada vasitəyəm. Mən Allaha tərəf çəkməyə getirmişim. 2. Qəbul eləmədi də, eləmədi də. Vay, məsələn, din əldən getdi, yox. Vay, məsələn, abrım əldən getdi, yox. Heç vecibədədir.
mən işimi görürəm, bu işimə görə də səbr eləyəcəm. Və hərəkətində də görür İmam Hüseyn əleyhissalam elədir. Səbr eləyir, başına nə faciələr var, açırlar, yenə də səbr eləyir. Və öz məramından, öz hədəfindən bir addım da dala atmır. Allah Teala bizi həqiqi Hüseynçilərdən qərar versin. Bu günləri inşallah bugünkü söhbətimiz sona çatır. Sabah birisi gün yoxam. Çünki Allahın lütfü ilə inşallah Kərbəlada olacam. Mənim telefonda belə o necə deyək, konturundan alınan internetim yoxdur. Fəqət evdə Wi-Fi var. Onu ilə biz bunu icra edirik. Və inşallah bir də birisi gün ondan sonraki gün Aşura gün, səhərsi gün axşamından yenə də canlı yayımlarımız davam eləyəcək. Onda inşallah baxarıq, həmin gün elanın yazacaq, mümkündür saatı biraz qabağa çəkək, ya da həminki vaxtı olacaq. Bəhslərimizdən mən buradan Azərbaycan millətinə, bütün dünya Hüseynçilərinə, Əhl-Beyt aşıqlarına başsağlığı verirəm. Hamıdan xahişim budur. Hamı bir nəfər kimi sabah birisi gün bütün məscidlərə, hər yerdəki İmam Hüseyn əleyhissalamın əza məclisləri var. Hamı orada cəm olsunlar. Həm dünyalarını, həm axirətlərini oradan alsınlar. Və İmam Hüseyn əleyhissalamın qarşısında hər kəs öz borcunu əda eləsin. Və mənim hamıdan xahişimdir budur ki, hamılıqla bir nəfər kimi elə olsun ki, məscidlərdə yer qalmasın, bütün küçələr elə Hüseynçilərlə dolu olsun. O qədər, çünki məntəqələrdə məscidlər ya azdır, ya balacadırlar. Elə ora hamı, həmin kəndin adamların hamısı gəlsə, məlumdur ki, hər yerdə həm məscid də olacaq, həm həyəti də olacaq, həm küçəsi də olacaq. Heç bir ixtişaşa getmədən əzadarlıq olunsun. İmam Hüseyn əleyhissalamın fikirləri cavanlara çatdırılsın, bilməyənlərə çatdırılsın. Bizim İmam Hüseyn əleyhissalamın məktəbi Aşura, Tasua ilə bitməsin. Əksinə Aşura və Tasua bu məktəbin ilk dərsi olsun, gələcək dərslər üçün açıq bir qapı olsun. İnşallah məclislərdə bizləri dua eləyin. Bizlər də inşallah Allah lütf eləsə sizləri Kərbəlada dua eləyəcək. İstifadə eləyək inşallah bu məclislərin savabından özümüzə, haqqı boynumuzda olan bilxüsus valideynlər, ustadlar, yaxınlar, ölənlərimizə inşallah Allah əta eləyər. Elə biləm bu qədər kifayət edər. İnşallah biz Allah qismət eləsə ya axşam, ya gecə, ya səhər o hamının məclislərdə iştirak eləməsini, xahişimizi inşallah yazılı şəkildə də paylaşacağıq. Elbrus Yaqub qardaş yazı, salam hacı, Allah həcir versin. Sizin məsləhətinizə çox ehtiyacım var. Nə zaman sizə rahat danışmaq olar, zaman baxımından, yəni. Siz o mesaj bölməsinə sözünüzü yazın. İnşallah biz vaxtı olanda cavab verəcək. Hələ zahir Aşuradan sonra qaldı cavablar. Düzdür, bəlkə də yazmışsınız ha. Amma yenə də Allah əcr versin inşallah. Ceyhun Abbasov qardaş yazıb. Salam hacı, aleykümselam. Yezdə lənət oxumaq ibadətdir, yoxsa necə? Əslən, zalimə Quran ayəsidir ki, Allah Teala özü buyurur ki, zalimlərə Allahın özü, mələklər, insanlar, cinlər, lənət edənlər lənət edir. Əslən, zalimlərin zülmünə görə bunlara lənət oxumaq, yəni Allah rəhmətində, lənəti mənası budur, uzaq olmasını Allahdan istəmək, Allahın heç bir rəhmətinə şamil olmasından, bu özü bəli ibadətdir, mütləq şəkildə. Deyanət Hüseyn qardaş yazıb, cavab et.
Cavid Heydərov yazır. İşə görə səbr etmək. Bugünün statı. Daha indi bilmirik. İş görə, işə görə yox, iş görə insan səbr etsin. Cavid yenə də Heydərov yazır. Hacı bizdə dua edərsən, inşallah gözlərimizdə. Elbrus Yağu imkan olsa dərsləri 11 keçirin, zəhmət olmasa. İnşallah qismə biz üçün biraz gecə saldık ki, üçün bu günlərdə 10 gün İmam Hüseyin hətta 3 necən məscidlərdə bizdə əza məclisi. Mən deyirəm cəmaət evə gələr, rahat olsun. İnşallah qismət ilahi onu yeniləyərik. Bizə də dua edin Kərbəlada inşallah. Gözlərimiz üstə Elbrus qardaş. Cavid Heydərov qardaş yazır ki, xüsusən millətimiz üçün dua edərsiniz. O mütləq həmişə eləyirik, eləmişik, eləyəcəyik də. Allah nə qədər lütf eləsə bizə. Allah Teala bu millət həqiqətən İmam Hüseyin istəyən millətdir. Sadəcə dünya və dünya pərəstlər bu milləti yolundan azdırıblar, hərə bir yandan, hərə bir adla. Allah Teala millətin öz əslinə qaytarsın inşallah. Velhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed ve ehl-i beyt-i tahir.